Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Aşağıda fərqli qəliblər verilmişdir. Onları üst-üstə qoyaraq müxtəlif şəkillər əldə olunur. Baxırıq ki, bizə 3 fərqli qəlib verilib. Aşağıdakılardan hansı əldə olunan bu şəkillərdən biri deyil? İlk öncə A variantından başlayırıq. Baxırıq ki, orta hissələrində dairələr var, yarım dairələr. Deməli, bu yarım dairələr varsa, bu birinci şəklə uyğun gəlir. Birinci şəklin orta hissəsində də tam dairə var və bu da var. Sonra görürük ki, X şəklində, yəni diagonal formasında xətlər çəkilib. Və baxırıq ki, bu da üçüncü şəklimizə uyğun gəlir. Deməli, A variantı birinci və üçüncü şəkillərin üst-üstə qoyulmasından yaranır. Sonra keçirik B variantına. Deməli, A düzgündür da, iki qəlbin üst-üstə qoyulmasından yaranıb. Bizə isə üst-üstə qoyulanda aşağıdakı şəkillərdən hansı alınmır, onu tapmaq lazımdır. B variantına baxırıq. Baxırıq ki, kənarlarında üçbucaqlar var. Deməli, bu ikinci şəkildir. Ortada da bir plus formasında xətt. Gördüyümüz kimi ortada da plus formasında xətt. Bir də baxırıq ki, orta hissədə, hər tərəfin orta hissəsində yarım dairə var qara rəng. O da birinci şəklə uyğun gəlir. Amma diqqətlə baxırıq ki, birinci şəklin orta hissəsindəki dairə B variantında olmalıdır. Çünki həmin qəlbi üst-üstə qoyub. Yarım dairələr birinci qəlibdə var. Orta hissədə yarım dairələr bunlar. Amma bu orta hissədəki dairə isə burada yoxdur. Burada dairə olsaydı, onda bu birinci və ikinci qəlibin üst-üstə qoyuluşundan əmələ gələrdi. Amma ortada dairənin olmaması B variantının bu iki qəlbin üst-üstə qoyulmasından yaranmadığını göstərir və düzgün cavabımız da B variantı oldu. Çünki bizə deyirdi ki, aşağıdakılardan hansı əldə olunan bu şəkillərdən biri deyil. Sonra keçirik C variantı D, Y-nin yanlış olmasına. Baxırıq ki, C variantında gördüyümüz kimi kənarlarda üçbucaq var. Görürük ki, ikinci qəlibdə kənarlarda üçbucaqdır və ortada da bir plus formasında xətt. Gördüyümüz kimi o da var. Bir də diagonal çəkilib iki tərəfdən. Deməli, o da üçüncü qəlbinlə ikinci qəlbin üst-üstə qoyuluşundan yarandığını göstərir. C. D variantına baxırıq. Gördüyümüz kimi yenə kənarlarda üçbucaqlar var. O da ikinci qəlbə uyğun gəlir. Ortada da plus. Sonra baxırıq ki, bir diagonal da var. Gördüyümüz kimi üçüncü qəlibdə üst-üstə qoyulanda diagonal yaranır. Sonra isə baxırıq ki, tərəflərin orta hissəsində yarım dairələr var və ortada da bir tam dairə var. O da birinci qəlbin uyğun gəlir və deməli biz 1, 2, 3-cü qəlbi üst-üstə qoyarsaq D variantındakı formalı şəkili almış olarıq. Y variantına baxırıq. Yenə kənarlarda üçbucaq var. O da ikinci qəlibdə, ortada da plus işarəsi. İkinci qəlibdə olan formadır və hər tərəfin orta hissəsində yarım dairə və ortada da tam dairədə birinci qəlblə uyğun gəlir birinci qəlbə. Deməli, Y variantda birinci və ikinci qəlblərin üst-üstə qoyuluşundan yaranan formadır. Deməli, Y də yanlış cavab oldu və düzgün cavab B variantı. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.